diş ətinin səviyyəsindən aşağıdır, sümüyün daxilindədir. Həmin diş ətinin altında olan ağıl dişləri adətən irinləmə verir və burada brekit qoyulmalıdır. Brekit qoyulanda diş sırası daha düzələcək, daha düzgün olacaq. Diş təbəssümü Hollywood smile görkəmi alacaq. Ona görə bu ağıl dişləri biz tövsiyə edirik ağız daxili üsulla, xüsusi piezo ultrasəs cərrahi üsulla bu sümük ətrafına boşaltmaq və bu ağıl dişi asanlıqla xaric olunacaq ağız boşluğundan və ona görə biz belə ağız dişinin cərrahiyəsini, ağız cərrahisində istifadə olunan xüsusi prosedurlar ultrasəs cərrahi üsulla təqdim edirik. Ultrasəs ağrısız olur, problemsiz olur, üz şişkinliyi az olur, qanaxması az olur və ətrafda burada görünür ki, sinir də yaxında keçir. Sinir zədələnməsi də, ümumiyyətlə çənə siniri zədələnməsi müşahidə olunmur. Biz deyə bilərik, əlavə pasiyentin ağzında 1-2 dənə karies var, onlar da müalicə olunmalıdır. Diş əyriliyi var, o əyriliyi brekit vasitəsilə bərpa olunmalıdır və təbii ki, brekit öncəsi 4 dənə ağıl dişi, 4-ü də ağız daxili üsulla, piezo ultrasəs cərrahi üsulla çıxarılmalıdır. İndi bəzi dişlər yoxdur, 2-3 diş yoxdur, onların da yerinə diş dental implantasiya planlaşdırılmalıdır. O da ağrısız şəkildə lazer üsul, cərrahi üsulla diş implantasiyasını icra etməyə məsləhət görülür. Yəni ağıl dişin cərrahisindən başlayır, ondan sonra brekit müalicə və sonda diş implantasiyasının protezlənməsi. Studiyamızın həkim qonağı ağız və üst çənə cərrahı implantoloq Sənan Xankişiyevdir. Xoş gördük sizi doktor. Sağ olun. Siz necəsiniz? Sizi görməyimə çox şadam, minnətdaram gəldiyinizə görə. Araş Estetik Mərkəz yeni fəaliyyətini davam etdirir və xüsusilə də Sənan Xankişiyev adına diş implantasiya mərkəzi fəaliyyətdədir. Buyurun, implantasiya ilə bağlı, diş implantları ilə bağlı hələ də tərəddüd yaşayanlar varsa, böyük məmnuniyyətlə Sənan doktor onlarla görüşməyə və var olan sualları cavablandırmağa hər zaman olduğu kimi bugün də hazırdır. Xoş gördük bir daha doktor. Diş implantları dediyimiz kimi süni diş kökləridir, amma biz onu yerləşdiririk, əlbəttə siz dəyərləndirirsiniz. Ağız boşluğunu, diş ətini, çənə sümüyünün sıxlığını və s. bu və ya digər səbəb problem varsa aradan qaldırıldı. Möhkəm şəkildə deyək ki, o süni köklər yerləşdirildi. Bəlli bir zaman sonra orada müəyyən boşluqlar yaranır. Bu zaman keçdikdən sonra yaranan boşluqlar hər hansısa bir səbəbdən yaranır. Yəni burada problem implantasiyadadır, implantlardadır, yoxsa xəstənin özündə? Müəyyən bir boşluqlar müşahidə oluna bilər, əlbəttə ki, amma bu boşluqlar nə boşluqlardır? Yəni, diş əti ildə, məsəl üçün, ilk 2-3 ildə yarım milimetr, 1 milimetr sovrula bilər. Ona görə əgər biz bunu vursaq 10 ilə, 8-10 ilə, əlbəttə ki, ardası 2 milimetr, 3 milimetrə kimi diş ətin sovrulması müşahidə olunur. Diş ətin sovrulması implant ətrafında illər ərzində nə ilə nəticələnir? Qoyulan dişlə implant arasında, diş ətin arasında boşluq yaranır və bu boşluqda deyək ki, gigiyenik hallar üzə çıxır. Yəni, əgər gigiyena pozulursa və oraya qida qəbulu qalıb, ilişirsə, yığılırsa, əlbəttə daş toplantıları ola bilər, daş xəstəliyi yarana bilər, iy ola bilər, məsəl üçün, həmin diş ətində xüsusi, yəni, iltihab prosesi yarana bilər, qanaxmalar kimi və belə bir problemlər əlbəttə ki, aradan götürülür asanlıqla. Pasiyent müraciət eləməlidir klinikaya. Biz baxırıq, görürük, bəli, illər ərzində duran konstruksiyadır, çıxmayan konstruksiyadır. Burada diş ətində xəstəlik var. Diş ətin xüsusi təyinatlarla, diş ətin təmizlənməsi prosedurlarla, gigiyena yaxşılaşdırma prosedurlarla, məsəl üçün, antiseptik işləmədir, ultrasəs skelingdir. Onlar xüsusi gigiyenist tərəfdən, həkim stomatoloq tərəfindən körpü ilə diş implantasiyasının protezlənən hissə ilə ət arasında prosedurları asanlıqla icra edir. Sonra təyinatlar verilir, məsəl üçün, xüsusi antiseptik qarqaralardır, ağız gigiyenası biraz yaxşılaşdırmasıdır, məsəl üçün, xüsusi pastalardır, yəni hansılar ki, tərkibində antiseptik maddələr var. Beləliklə, bu problemlər asanlıqla aradan götürülür. Bir də belə pasiyentlara biz əlbəttə tövsiyə edirik irrigatorlardan istifadə eləməyi. Bu xüsusi diş
dişlərin təmizlənməsi üçün xüsusi irrigatorlardır. Hansı ki, körpü ilə implant arasında, implant konstruksiyalarının arasında xüsusi yuma prosedurları icra edir. Hansı ki, çox böyük təzyiqlə balaca bir dəlikdən ora su vurulur və su harda ki, fırça ilə biz təmizləyə bilmirik, harda pasient fırça ilə həmin yemək qalıqları xaric edə bilmir, irrigator həmin o işi görür. Əlbəttə, biz pasientlərə tövsiyə edirik onu. Bir də 2 ildən bir, ildə bir dəfə kontrollardan keçmək. Bu problemlər asanlıqla aradan götürülməlidir. Bu təbiidir. İnsan yaşadıqca qocalır. Bilirik ki, getdikcə hər bir orqan qocalır. Getdikcə Allah verdiyi dişə təminat verməyir. Dişlər sınır, dişlərdə karies yaranır, dişlərdə diş ətin xəstəlikləri yaranır, diş ətin problemləri yaranır. Əlbəttə, implant ətrafında illərlə diş ətin hansısa bir xəstəliyi yarana bilər. Doktor, implant sümüyə birləşdirir, yaxı daha çox hallarda bu osteointeqrasiya problemi olur. Düzgün, doğru şəkildə birləşib birləşmədiyini təyin edən hər hansı bir vasitə varmı? Cihaz deyək, müayinə metodu deyək, həkim təcrübəsi deyək. Bunu necə müəyyən etmək olar? Xüsusi cihazlar var ki, hansı ki, öyrənir. İmplantla sümük arasında neçə xüsusi göstəricilərdir ki, sümük ilə implant necə birləşibdir. Əlbəttə, o aparatur üsullarla yoxlamaq olar. Bir də ki, rentgen kontrol, 3D tomoqrama, əgər hər şey stabildirsə, implant sümük ilə birləşibdirsə, əlbəttə ki, burada narahatçılığa səbəb ola bilməz və sümük strukturları yerindədirsə, implant necə əməliyyat vaxtı biz kontrol edirik, rentgen çəkirik, həmən, dərhal. Əməliyyatdan sonra da yenə, yəni bu 3 ay, 4 ay ərzində yenə də kontrol filmlər almaq olar, çəkmək olar. Bir də xüsusi aparat üsulu da yoxlamaq ki, densimetriya, yəni implantla sümük arasında birləşmə yəni neçə faizdir, o da onu göstərir. Ona görə də burada problem ola bilməz. Adətən burada biz seçirik Koreya sistemləri, ostem tipli implantlardır. Hansılar ki, yenə dediyimiz kimi endirimlər var, xüsusi yanaşmalar var. Və gəlir Almaniya, İsveçrə implantları, hansılar ki, sümük ilə birləşməsi 98-99%dir. Və hətta İsveç şirkətləri bəzi implantlarına ömürlük sığorta verir. Yəni, o nə deməkdir? Biz bilirik ki, bu yalançı səslənər, orqanizmə qaransiya, əməliyyata qaransiya bir şey yoxdur. Yəni, biz alladırıq onda, düz demirik. Amma implant sığortası var. Şirkət tərəfdən, əgər implantla bağlı bir problem varsa, kompaniya implantı sığortalayır və təzdən klinika tərəfdən implantasiya təzdən icra olunur. Amma bu, biz onu demək olar müşahidə etmirik, yəni yaşamırıq. Çünki İsveç sistemləri bioloji aktiv implantlardır. Bioloji birləşmələri, osteointeqrasiya, regenerasiyası çox yüksəkdir və hətta o implantları 6-8 həftə ərzində daimi konstruksiyalarla yükləmək olur. Ona görə biz onlarda demək olar yaşamırıq. Bəzi sistemlarda müəyyən bir problemlər ola bilər. O da ki, yenə də pasient faktoru ilə, pasient zədələyə bilər, gigiyenası pis ola bilər. Əgər biz stabil protokolla implantı düzgün yerləşdiririksə, o implant o çənədə yaşayacaq. Mən həmişə deyirəm. Doktor, bilirəm, siz doğru cavab verəcəksiniz və açıq etiraf etməyinizi istəyirəm. İnsanın öz dişi möhkəmdir, yoxsa implant dişlər? Əlbəttə ki, insanın öz sağlam dişi implantdan üstündür. Öz sağlam dişi. Möhkəmliyini soruşuram. Möhkəmliyi, bəli, əlbəttə ki, çünki bu orqanizmin yaradılan daimi dişidir, hansı ki, süd dişdən. Yəni, bizim öz dişlərimizi metalla müqayisədə metal daha zəif qalır? Yox, bizim əlbəttə ki, öz dişin mina qatısı var, hansı ki, hər bir keramikadan, farfordan daha möhkəmdir. Çünki bu mina qatı elə belə bir struktur deyil. Hər bir istidən, soğuqdan qorumaq bir mexanizmidir. Yəni, bakteriyadan, göbələkdən, virus yəni əleyhinə bir bariyerdir. Əlbəttə ki, bizim öz dişimizi, yəni 100 il, məsələn, pasiyentlər var ki, biz görürük 100-110 il elə pasiyentləri görmüşük xaricin özündə, Amerikanın özündə. Amma bu bütün dişləri yerindədir. 2 dənə, 3 dənə dişi yoxdur, məsəl üçün. O nə deməkdir? Yəni, insan orqanizmdə dişin öz strukturlarından möhkəm bir amil yoxdur. Ona görə ki, əgər biz ona baxırıq, qulluq eləyirik, vaxtında müalicə eləyirik, vaxtında təmizləyirik, vaxtında nəzarət eləyirik, əlbəttə implant
dişdən geri dayanmalıdır. İnsan var ki, tək bir dişin üzərində əsir. İnsan da var, gəlirdi ki, doktor, bütün dişlərimi çək, hamısı Yox, əlbəttə ki, süni diş kökü göstərişlər var ki, hansı dişi çəkmək olar, hansı dişi çəkmək olmaz. Əgər implantasiya icra olunursa, iki dişin yerinə əlbəttə sol, sağ dişlər yerində qalır. Əgər implantasiya icra olunursa, üç dişin yerinə implant əkilməlidir. Yəni bir dişin yerinə bir implant. Bəli, bir dişin yerinə bir implant. Bir implantın üstünə neçə diş? Amma körpülərə aiddir. Əgər insanın 4 dişi yoxdursa, 3 implant tövsiyə olunur. Yəni körpü kimi 4 dişi saxlayan 3 kök bəs edir. Yəni bir neçə ədəd dişim varsa, üst və ya alt çənədə fərq etməz. Ona görə dəyərləndirmə aparırsınız, neçə implant. Bəli, məsəl üçün 2 diş, 3 diş yoxdursa... Yoxsa bunu çəkim, mən istəyirəm üst çənəyə 4 dənə, olon-4, olon-6, olmur. Olon-4, olon-6 konstruksiyalar aiddir dişsiz çənələrə. Onu deyirəm, bəlkə bir dənə, 2 dənə həkim məsləhət görsə ki, gəl bunu da çəkək, elə onsuz da 2 il sonra bu da... Biz yəni dişsiz çənə, o deməkdir ki, ümumiyyətlə diş yoxdur. O zaman 4 ya 6 implant, kök, 12 dişi saxlayıcı. Ümumiyyətlə yuxarı ya aşağı çənə diş yoxdur. Orada diş saxlamaq söhbəti yoxdur, çünki diş yoxdur. Bir də ki, sınıq köklər falan varsa çənənin daxilində, biz həmən birbaşa o kökləri çəkib implantları yerləşdirə bilərik. Ya 4 ya 6, hər çənəyə ya 4 ya 6, amma dişin sayı olacaq 12. Hər halda üst çənə ilə alt çənə arasında sümük sıxlığına görə bir fərqlilik var. Yəni, hansı birinə implant, süni diş köklərinin yerləşdirilməsi daha yaxşıdır sayına görə? Hansı yumuşaqdır, hansı sərtdir? Sayına görə adətən protokollar deyirik. Məsəl üçün, əgər biz protez konstruksiyanı istifadə ediriksə, aşağıda 2 implantı bəs edir. Çıxan protez. Əgər biz yuxarı dişdən danışırıqsa, 4 implant kifayət edir çıxan protez üçün. Amma biz o çıxan protezləri sevmirik, yenə protezdir. Ona görə biz tövsiyə eləmirik 2 implant əkib protez eləmək. Biz tövsiyə edirik 4 implant əkib, aşağı çənəyə olon-fo konstruksiya ilə, yəni 12 diş yerləşdirmək. Yuxarı çənədə də 6 implantı əkib, yəni minimum 4 implantı əkib, hər şey 12 dişi üzərində yerləşdirmək. Beləliklə 12 diş yuxarıda, 12 diş aşağıda, 4 implant yuxarıda, 4 aşağıda, ya 6 yuxarıda, 6 aşağıda. Ümumiyyətlə, tam reabilitasiyasıdır. Yəni, biz həmişə deyirik ki, ağız əlilliyi, çünki bu insan əgər yuxarı bir çənədə diş yoxdursa, artıq əlillik sayılır. Alt üst çənələrdə diş yoxdursa, bu əlillik 2 qat daha ağır keçir. Çənə qüsuru varsa, çənə öndədir, ya yuxarı çənə geridədirsə, artıq o da əlillik sayılır. Çünki yəni, insan qidalana bilmir. Orqan funksiyası pozulursa, bu artıq əlillik sayılır. Orqanın əlilliyi. Ona görə bu xəstələrə çənə qüsurlarına, dişsiz çənələrdə alt üst... Ay aman, bir dənə yaxşı gülüş, Hollywood gülüşü və ya gözəl bir təbəssüm əldə eləyəcəksə, görün nə qədər dəyərləndirir. Bəli, ən vacibdir, bu əlillik problemidir. Çünki funksiyada, çünki biz burada tək gözəlliyi əldə etmirik. Gözəllik estetikadır, funksiya, bir də diksiya, fonetika, danışıq. Əgər insanın dişi yoxdursa... Çoxlarında səs dəyişir. Bəli, səs dəyişir, normal danışa bilmir. Əgər insanın dişi yoxdursa, çeynəmə funksiyası pozulur, mədə-bağırsaq sistemi tamamilə sıradan çıxır. Biz həmişə deyirik ki, biz dişsizliyi insanı öldürmür, dişsizliyi həyat keyfiyyəti pozur. Amma dişsizliyi ilə bağlı mədə-bağırsaq xəstəliyi yaranarsa, artıq orada da onkologiya da yarana bilər, xroniki infeksion xəstəliklər yarana bilər, çeynəmə. Artıq o, insan sağlamlığa ciddi zərbə vura bilər, hətta ömrünü azalda bilər. Ona görə də dişsizliyi çox vacib amildir. Və funksiyanı biz yerinə qaytarmalıyıq pasiyenta, dişləri çeynəmə, yəni ön dişlər kəsdi, arxa dişlər əzdi və utdu və həmin o kütləni udanda o kütlə parçalanmış formada mədə-bağırsağa düzgün sovrulur. Və dişləmə funksiyası, ön dişlərimiz ən azı 6 yuxarı, 6 aşağıda yerində olmalıdır. Çeynəmə dişlərimiz də, yəni həmin o kütləni əzmək üçün ən azı 3'ü solda, 3'ü sağda, 3'ü aşağıda, yəni ən azı orada da bir 12 dişimiz olmalıdır ki, yəni daha güclü, əssün, bəli. Süni diş kökləri o zaman azı dişlərlə, çeynəmə dişlər. Kiçik və böyük azı dişlər yerində olmalıdır. İndi biz estetika dedik, ön planda olmasa da, funksionallıq ön planda olsa da, dişsiz çənədə ön dişlər estetik görünməlidir. Orada necə implant dişləri yerləşdirirsiniz? Yoxsa burada da implantın süni diş kökü olaraq incəliyi, qalınlığı, yox, biz burada bir prosedurla 3 funksiyanı əldə edirik.
Biri Yəni, funksiya, çeynəmə, möhkəmliyinə görə kəsmə, ön əzmə, dişlərdə, arxa bəli. eyni olur. Estetik, yəni dişlər 12 diş yuxarı, 12 diş aşağı, estetik artıq yerindədir. İnsan gülə bilir, midline, mərkəzi xətt, təbəssüm liniyası yerindədir. Yumuşaq strukturlar, yumuşaq toxumaların strukturları, dodaqdır, yanaqdır, burun, dodaq qırışıdır. Hamısı bunlar yerində olur və estetik cəhətdən düzgün, yəni pasiyent aşağı 1/3 hissəsi düzgün görülür. Funksiya da yerində olur, çeynəmə funksiyası. Bir də diksiya, fonetika, yəni pasiyentin danışıq funksiyası yerinə yetirilir. Beləliklə, dişin qoymaqla, biz alt üst çənələrə dişi yerinə qaytarmaqla həmin biz üç funksiyasını bərpa edirik pasiyent üçün. Ona görə bunlar əgər vaxtında pasiyent müraciət edirsə, bunları biz asanlıqla icra edirik. Əgər pasiyent gecikirsə, yuxarı çənədə, aşağı çənədə sümük artıq yoxdursa, əlbəttə ki, o pasiyentə birinci növbədə sümük köçürmə proseduru əməliyyatı, biz o biri verilişdə də təsdiqləmişdik onu, sümük köçürmə prosedurları icra edirik və onunla yanaşı alınırsa, alt üst çənələrə implantasiyasını icra edirik. Əlbəttə ki, 2 prosedur, 1 prosedurun daxilində əla. Yox, pasiyent çox gecikmiş hallarda olur. Biz hətta digər də verişdə həmişə deyirdik, yəni protez, çıxan protezlər çənəni sındıra bilər. Pasiyent çıxan protezi o dərəcədə çox gəzdirirsə, çənənin aşağı hissəsində, bucaq nahiyəsində... Çıxan protez çənəni sındıra bilər. Bəli, yeyir. Çünki biz insan yaradılmayıb ki, dişləri çəkdirsin və dişin üstünə, diş ətinin üstünə, sümük üstünə protezi qoysun. Əlbəttə, o protez çənəni yeyir, sümük yeyir, diş əti dağıdır və tamamilə biz xəstəxanada bir neçə belə xəstəmiz olmuşdu. Bəli, bir gün yemək, yəni təzyiq altında çənənin bir hissəsi sına bilər. Yəni, çənə sınığı yaranır. Ona görə ki, o patoloji sınıq gedir o. Çünki bu sağlam, yəni zərbə hesabına sınıq deyil. Yəni, yilmə, iltihab prosesi baş verən nöqtədə həmin yerdə çənə sına bilər. Ona görə bu gecikmiş pasiyentlərdə əlbəttə ki, biz birinci sümük bərpa eləməliyik, sümük köçürməliyik, 4-5 ay gözləməliyik. İkinci əməliyyatda implantları yerləşdirməliyik, yenə 4-5 ay gözləməliyik. Beləliklə, bu böyük bir reabilitasiya çevrilir. Ona görə biz həmişə də deyirik, məsəl üçün bizim rayon aksiyalarımızda tez-tez gedəndə rayonlara və digər şəhərə həmişə deyirik ki, pasiyentlər vaxtında müraciət eləsin. Əgər dişləri çəkiblərsə, dişləri çəkdiriblərsə və dişlərin yerində heç nə yoxdursa, müraciət eləsinlər cərraha, həkimə, cərraha, kim alt üst çənələrə implantları yerləşdirsin. Sinir zədələnməsi kimi hallar müşahidə olunurmu? Bəli, o çox vaxtı çıxan protezlər sinir zədələnməsi yaradır. O da nəyə görə ki, biz... İmplantları deyirəm, implant yerləşdirirkən. İmplant yerləşdirirkən əgər çətin anatomik hallarda, əgər çox problemli çənələrdə, əlbəttə biz bilirik aşağı çənədə üçlü sinirin 3-cü şahəsi gedir, mandibulyar sinir gedir, hansı ki dodaq səviyyəsində, mental hissədə xaric olunur çənədən və gedir dodağa öz şahələrini verir. Həmin arxa hissədə, aşağı çənənin arxa hissəsində, çeynəmə diş funksiyasında, çeynəmə diş səviyyəsində, əgər biz implantlarımızı məcbur, əgər problem çoxdursa, sümük çox yeyilibsə, məcbur bikartikal fiksasiyadan istifadə ediriksə, 2 kartikal, yəni qatdan istifadə ediriksə, ya sümük hündürlüyü 6-8 mm-dırsa və biz 1 mm sinirə yaxın gəlib yaxınlaşırıqsa, əlbəttə ki, xüsusi orada keyli amilləri baş verə bilər. Ona görə ki... İstənmədən də mikrotravmalar, sinirin mikrotravması, yəni sinirin yanına... Və nəyə görə bunu dedim? Çünki bəzən baxsan ki, sinir zədələnmir, çox uğurlu implantasiya gedib, amma insanda uzun müddət keymə, yəni elə bir hissiyatı yaradır. O sualların da cavabını alıram ki, bilsinlər. Olur elə hallar, amma tədricən bir neçə aydan sonra keçir. Xüsusən də ən çox keymələr olur bizim çənə əməliyyatlarında, plastik çənə cərayəsində. Harada ki, biz çənə ucunda genioplastika edirik, çənə ucunu balacalaşdırırıq, ya qabağa çıxardırıq, bir də çənəni geriyə doğru veririk. Həmin bizim kəsiyimiz sinir üzərindən gedir və çənəni biz geriyə doğru verəndə, vidalarla bağlayanda, əlbəttə mandibulyar sinir kanalda müəyyən bir kompresiya olur. Və kompresiya nədir? Sıxılma. Sıxılma zamanı, yəni burada paresteziya ola bilər. Yəni tam keymə yox, keyməyə, yəni hansı bir faiz
sanki sinir elə olur ki, sinirdə müəyyən bir iynə vurulub çənədə və dodağın bir hissəsi keylik kimi müşahidə olunur. Ən çoxdur bu, çənənin plastik cərrahisi zamanı müşahidə olunur. İmplantasiyada mürəkkəb hallarda çox az rast gəlinir. Ən çox çənə plastik cərrahisində, çünki biz orada sinir üzərində işləyirik. Çənə ucunda da sinir iki tərəfli çıxır, dodağa öz şahələrini verir. Çənə ucunu da biz balacalaşdıranda, ya önə verəndə biz həmişə pasiyentə deyirik, burada paresteziya ola bilər, yəni keylik ola bilər, müəyyən bir müddət, 1 il, 6 ay falan belə bir müşahidə oluna bilər. Doktor, biz çox şey bilmirik. Oxuduqca öyrənirik, eşitdikcə həkk edirik beynimizə. Biz hələ də, indi mən müəyyən qədər araşdırıram deyə, siz həkimlərdən məlumatlanıram. Hardasa mənə maraqlı gəlir, çünki bu sevdiyim bir sahədir. İnsanların da çoxu bilmir ki, bizim öz dişlərimizdə amortizasiya var, bağlar var. Hansı ki, istədiyin qədər o yük çənədən gedirsə söhbət, bu sadəcə danışmaq üçün deyil ki, eyni zamanda qidanı çeynəmək üçün, dişləmək üçün bəlli bir sərt hərəkətlərlə müəyyən bir güc qüvvədən gedir söhbət. Bu gücü dişə salanda o sümüyə düşməsin deyə bərabər şəkildə paylanır. Biz bunu bilmirik. Ona görə bizə elə gəlir ki, dişdir də, boşaldı dibindən, çəkdin, implantasiya, daha möhkəm, metal, titan və s. yerləşdirəcəm bir yox, bir neçə dənə. Ondan sonra ağzım olacaq dəmir kimi istədiyimi çeynəyəcəm, istədiyimi dişləyəcəm. Bu o qədər asan deyil, çünki o şəkildə, bərabər şəkildə paylanmayacaq həmin o qüvvə və nə olacaq? Sizin dediyiniz o çıxan protezlərdə dediniz, necə çənə sümüyü çatlayırsa, zədələnirsə, sınma sadəcə implantasiya da, yəni diş implantasiya, həmin o bağlar yoxdur. O bizdə yalançı oynaq yaranır, ankiloz. Çünki dişlə implantasiya, çünki dişlə sümük arasında bağlar var, periodontal bağlar var. Diş birləşir sümüklə həmin bağlarla kök boyunca. İmplantasiya da bu yalançı birləşmədir. İmplant sümüklə birləşir və olur ankiloz, ümumiyyətlə hərəkətsiz bir struktur olur. Ona görə də implantlara, yəni biz həmişə güc verəndə biz bilirik hansı formada körpüləri olunmalıdır. Bir də implantı dişlə birləşdirmək qətiyyən olmaz. Çünki diş hərəkətlidir, implant hərəkətsizdir və orada problem yarana bilər. Həm diş üçün, həm implant üçün. Bir dənə ağız boşluğundakı dişə görə. Ona görə də pasiyent vaxtında müraciət eləməlidir. Pasiyentin sümük azlığı varsa, ən çox rayon uzaq bölgələrdən bizə gələn pasiyentlara biz deyirik ki, vaxtında müraciət edin. Dişləri çəkdirdiniz, gəlin, yaxınlaşın. Biz 4 ya 6 implant hər çənə yerləşdirək. Çənə sınmağa doğru getməsin, çənədə sovrulma, sinirlər üzdə olmasın. Ağrısız şəkildə. Çünki bu pasiyentlər uzun müddət rayon, bu yaxınlarda da biz Bərdədə idik. Orada da nevroloji problemlər, üçlü sinirin nevralgiyası müşahidə eləmiş bir neçə xəstə. Nəyə görə? Uzun müddət, 30 il, 25 il protez gəzdirir. Ağız boşluğunda strukturlar hələ əriyib ki, diş əti, sümük strukturları. Sinirlər artıq üzdədir. Yəni, yuxarı çənə, aşağı çənə. Mən protezin bortu, kənarı gedir, oturur həmin sinir ətrafına olan strukturlara və onlara zədələyir. Olur nevralgiya. Və pasiyent gəlir, diş yoxdur, plus ağrılar. Doktor, mən neyim? Deyirəm, birinci növbədə biz nevropatoloqla yanaşı sizin bu ağrıları aradan götürməliyik. İkinci növbədə biz dişsizliyi aradan götürməliyik. Bir də hündürlük verməliyik həmin strukturlara ki, bizim protezimiz, bizim strukturlarımız, bizim çıxmayan ya çıxan konstruksiya həmin siniri təzədən kompresiya etməsin. Ona görə bu pasiyentlər kim uzun müddət protez istifadə edir, vaxtında müraciət eləməlidir ki, nevralgiyası olmasın, sınıq müşahidə olunmasın, patoloji sınıq müşahidə olunmasın, sümük strukturları zədələnməsin, burun cibidir, qaymır cibidir, maksilər sinuslardır, yəni ağız boşluğuna doğru düşməsinlər. Bu pasiyentlərdə biz həmişə deyirik ki... Bəzən əlimizdə olmur, doktor. Yəni ki, müraciət etsinlər və biz o müraciət, hansı ki, pasiyent müraciət edib bizə, bəli, müayinələrimizi aparaq, sümük köçürək, implantları yerləşdirək və bu dişsizlik məsələni aradan götürək. Xoş oldu, doktor, sizinlə görüş. Minnətdaram. Çox sağ olun gəldiyinizə görə. Bir daha xatırladım. Ağız və üst çənə cərrahı, implantoloq Sənan Xankişiyev studiyamızın həkim qonağı idi. Təkrar etmək istəyirəm. İmplantlarla bağlı sualınız varsa, implant dişlər yerləşdirmək istəyənlər varsa, Sənan Xankişiyev adına diş implantasiya mərkəzinə, Araş Estetik Mərkəzə müraciətlərinizi edə bilərsiniz. Bugünlük bu qədər. Hələlik.